Xəzərin sahilində Qoca cavan çalışır Qız oğlanla yarışır Söhbət sözə qarışır Xəzərin sahilində Torpaq sarı, qum sarı Gözədir rüzgarı Əcalır yarpaqları Xəzərin sahilində Gördüm burada gör neler Yaşıl bağlar Dereler Könlüm burada dinceler Xəzərin sahilində Susuz səhra Torpaq ağac Eyni çılpaq Yalavac Tək dayanıb bir ağac Xəzərin Xəzərin sahilində Bu Fuad Mehdiyev idi Səs Azərbaycanın səhnəsində. Necə oxudu Röya xanım? Mən Fuadı çox bəyənirəm. Biraz elə bir çox oldu, bilmirəm. Belə bir çox oldu hər şey. Nə çox oldu? Belə bunlar. Mən neyim Fuad, mən Murad kimi kitab dilində bilmirəm də, amma belə başa düşürəm də, o uşaqlar var, hep buva, yəni su istəyir. Hisslə danışırsan, hə? Çünki mahnı başlayanda da Zülfiyə xanımın bu arada çox sevdiyi mahnıdır. Özü də belə gözlədik. Məncə doğrudan da ona yaraşan bir mahnıydı, amma elə bir Fuad bir damcı çox oldu mahnıda. Mən elə düşünürəm. Axıra yaxın yoruldum yəni. Maşında getsəydim bir damcı səsini azaldacaqdım. Başa düşdünüz, belə oldum. Necə danışdım? Düppədüz. Elə ki, mənim fikrimi... Durum çıxıb, məncə gedim. Elə ki, fikrimi oxudun sən. Amma bilirsən Fuad, biz səni nə qədər sevirik. Maşallahsan. Zülfiyə xanım, sizcə nə az oldu, nə çox oldu, necə oldu? Fuad yenə özünə məxsus oxudu. Fuad da qeyd edeyim ki, iştirakçılardan favoritlərimdən biridir. Və haradasa qatılıram Röyəyə. Mənə elə gəlir, həm Fuad özü yoruldu, birazca biz də haradasa. Mən Fuadın potensialına, mən Fuadın istedadına bələdəm və sevirəm o istedadı. Ona görə çox danışmayayım, təbrik edirəm. Eldar danışsın. Mən də çox güman ki, çox danışmayacağım. Sadəcə həmişə öz iştirakçılarıma da deyirəm ki, siz özünüzü qoruyun. Məhz bu bir neçə dəqiqə üçün, bütün bu məşqlər məhz bu bir neçə dəqiqə üçün yaranıb və özünüzü bura qədər qoruyun. Mən fikirləşirəm ki,
ümumiyyətlə Fuadın elə tembri var ki, oxuyanda mənim boğazım quruyur, mən su içmək istəyirəm. Fuad, sizdə elə tembriniz, yanaşmanız var ki, siz səhnədə işləyirsiniz. İmprovizasiyalar üzərində qurulan bir şeydir. İndi necə hiss eləyirsiniz, elə də çatdırmaq istəyirsiniz. Bir tərəfdən bu gözəldir, bu çox yaxşıdır. Amma həm də eyni zamanda bu risklidir, 50-50-yədir. Bəli. Uğurlar olsun hər halda. Təşəkkür edirəm. Çox sağ olun. Fuad, Xəzərin sahilinə qədər getməyə ehtiyacı yoxdur. Kulisə keçin, sonra görüşürük Çox sağ birazdan. olun. Sağ olun. Çox sağ olun.